Elhamdülillahi Rabbil alemin ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Və biz davam edirik zəif hədislərin, Ramazan barəsində gələn zəif hədislərin oxunmasına və sonra 3-cü hədisə çatdıq və 3-cü hədisdə deyilir ki, sumu tasahhu. Oruç tutun, sağlamlaşın. Oruç tutun, sağlam olun. Huwa qit'un min hadis ravah İbn Adi fi Kamil. İbn Adi'nin Kamil'də rivayet ettiği hadisin bir parçasıdır bu hadis. Min tariqi Nahşel İbn Said. O da ki Nahşel İbn Said'in yoluyla, yani hadiste olduğu rivayet ettiği yolda gelir. Dahhak'tan həmçinin İbn Abbas, yani İbn Abbas'tan ve Nahşel metrukun kana yakzib ve Dahhakun lem yesma min İbn Abbas. Və hədisin zəif olmasının amillərini qeyd edir şeyx. Buyurur ki, Nahşel mətrukdur, yəni tərk olunmuşdur, hədisə götürülməyən bir şəxsdir. Kana yaksib, yalan danışardır. Və Dahhak ləm yəsmə İbn Abbas. Və həmçinin Dahhak İbn Abbasdan heç nə eşitməmişdir. Yəni Nahşel bu hədisi uydurmuş və uydurması da təbii ki, yenə birinci dəfən biz birinci hədisdə dedik ki, nədir? Hətta bu o qədər bacarıqlı olublar ki, bu yalan danışmadır. Hətta isnad qoyublar, sənəd qoyublar. Özlərindən sahabiyə qədər, hətta Peyğəmbər s.ə.və qədər belə uydurma hədis qoyublar. Yəni hətta təsəvvürlə hədis uydurmacılar, yalancı hədis qoyanlar hərdən nəinki 1, 2, hətta 20 min, 30 min yalan hədis uyduranlar olmuşdur. Təbii ki, bunlar bizlərə Allah Subhanahu dinin hifz edən alimlərin Peyğəmbər s.ə.v hədisinin araşdırması nəticəsində bizlərə bəyan olmuşdur. Və buyurur ki, hədisin zəif tərəfini qeyd edir ki, şeyx, niyə görə Nahşel İbn Said həm də zəifdir, mətrukdur, tərk olunmuşdur. Çünki Dahhakdan rivayet edib, Dahhak da tabindir. Tabin isə Sahib İbn Abbas radiyallahu anhunu görməmişdir. Həmçinin nədir? Yalancıdır. Və ravahu Tabarani fil Absad. Tabarani rahimehullah Absad əsərində min tariq Muhammed ibn Süleyman ibn Əbi Davuddan an Zuhri ibn Muhammed'dən, an Suheyl ibn Əbi Salih'dən, an Əbi Hüreyrədən və sənəd Hudayb. Həmçinin bu yolla rivayet etmiş və bunun da sənədi zəifdir. Qala Əbu Bakr Əsram, Əbu Bakr Əsram deyir ki, Səmiyyət Əhməd və zəkər rivayət-i Şəmiyin an Zuhri ibn Muhammed qala yarvuna anhu əhədis mənəkiri həulə. Və Əhməd ibn Həmbəldən deyir, eşitdim ki, Əhməd ibn Şamlılar barəsində deyir ki, Zuhri ibn Muhammeddən deyirlər ki, qalu yarvuna anhu əhədis mənəkiri həulə. Ondan münkərlər, hədislər rivayət edirlər. Və həmçinin Əbu Hatim rahmanullah demişdir ki, fi hifzihi su, onun hifzində pisliyi var. Yəni onun hifzində su hifz, yəni zəifliyi var hifzində. Və kana hadisu biş-Şam ankara min hadisi bil-İraq li su hifzi. Yəni onun rivayet etdikləri hədisləri Şamdan idi, lakin ankara min hadisi bil-İraq li su hifzi. İraqda rivayet etdiyi hədislərdə inkar olundu, hədisinin hifzinin zəif olmasından dolayı, pis olmasından dolayı. وقال أجعلي وهذه الأحاديث التي يرويها أهل الشام. Bu hədislər ki, Əhl-i Şam rivayet edir. Anhu leysə tə'cübünü. Mənə heç biri təəccüblə gəlmir. Yəni Əhl-i Şam rivayet etdiyi hədislərin əksəriyyəti zəifdir. Və həmçinin Şövkən rahmanullah Fəvaidül Məcmuada demişdir ki, qala sağani mevdu'un, yəni mevzudur, yəni uydurmadır. Bunlar hamısı hədisin zəif olmasının bir işarəsidir. Yəni hansı hədis? O hədis ki, sumu tasahhu, oruç tutun ki, sağlam olun. Yəni orucun təbii ki, sağlamlıqla əlaqələri var, lakin insan orucu Allah üçün tutmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən samə Ramazanə imanə və ihtisabən ğufrə lehu mə təqaddəmə min zəmbi. Kim Ramazanı iman ilə əcrini Allahdan olaraq tutarsa, Allah onun keçmiş günahlarını bağışlayır. Həmçinin Ramazana dair səhih kitablarda, Buxari və Müslim, başqa səhih mənbələrdə bolluca mükafatlar, bolluca müjdələr var. Belə zəif hədislərə nəzər salmaq olmaz, həmçinin danışmaq olmaz.
Və sallallahu və səlləm alə nəbiyyina Muhammed.